İştirakçılar bu təlimdə konkret hansı süni intellekt alətlərini öyrənirlər. Süni intellekt alətləri geniş anlayışdır. Bunu bir qədər spesifikləşdirək. Süni intellekt yaradıcı cəhətdən bir neçə hissəyə bölünür. Bura səs generasiyası, statik vizualların generasiyası və video generasiyasına aid edə bilərik. Səs generasiyası ilə başlasaq, burada Eleven Labs, Sona kimi platformalarını bunu göstərə bilərik. Hansı ki biz onlarla musiqilər yarada bilirik, background mahnıları yarada bilərik və səsləri yarada bilərik, imitasiya edə bilərik. Daha sonra statik vizualları bura nümunə göstərmək olar. Statik vizualları biz daha çox Gemini, ChatGPT kimi böyük dil modellərindən istifadə edərək yaradırıq. Video animasiya modelləri isə burada Runway, Kling kimi platformalar əsas olaraq istifadə olunur. Ancaq biz yalnızca bu sadaladıqımız alətlərlə kifayətlənmirik. Yəni təlimin daxilində çoxsaylı alətlərdən istifadə etməyə çalışacağıq və deyərdim ki, çox maraqlı bir təlim sizi gözləyir.